Salam, hər vaxtınız xeyir olsun. MİQA və sertifikasiyaya hazırlaşan müəllimlərimiz bugün yeni Time Test Bankından olan illik və gündəlik planlaşdırma testinin izahını təqdim edəcəm. İzaha keçid almadan öncə nəzərinizə çatdırım ki, bizim aprel qruplarımıza qeydiyyat davam edir. Dərslərimizə qoşulmaq istəyən müəllimlərimiz aşağıda qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərsiniz. Və onu da qeyd edim ki, aprel qruplarımız sonuncu qrupdur və 2 ay tam proqram bitiriləcək. 1 ay müddətində yenidən təkrara qayıtmış olacağıq. İllik və planlaşdırmanın izahını, yəni mövzu izahını kanalımda yerləşdirmişəm. Keçid edib baxa bilərsiniz. Ətraflı olaraq izah olunubdur. Ancaq indi mən qısa belə deyim də məlumat verəcəm. Deməli, illik və gündəlik planlaşdırma nədir? İllik planlaşdırma sizin dərsdə istifadə etdiyiniz proqramınızdır. İllik planlaşdırma nədir? Sizin istifadə etdiyiniz proqramınızdır. Yəni, proqram adlandırırıq biz onu. Üzərinə yazılır illik perspektiv planlaşdırma. Bəs gündəlik planlaşdırma nədir? Sizin gündəlik yazdığınız icmaldır. Yəni, müəllimin gündəliyində öz əksini tapan icmaldır. Gündəlik planlaşdırmada nələr öz əksini tapır? Alt standart, mövzu, bölmələr, qiymətləndirmə, inteqrasiya, resurs və tarix. Və eyni zamanda gündəlik planlaşdırmada nələr öz əksini tapır? Gündəlik planlaşdırmada, illik planlaşdırmadan fərqli olaraq, gündəlik planlaşdırmada deməli, tarixdir, sinifdir, alt standartdır, mövzudur, təlim nəticəsidir, iş solları, iş formaları, inteqrasiya, iş solları, iş formalarına öyrənmə fəaliyyətləri və yaxud da təlim fəaliyyətləri deyilir. İnteqrasiya var. Sonra gəlir dərsin mərhələləri. Bilirsiniz ki, 3 mərhələli icmaldan istifadə edirik hal-hazırda. Deməli, motivasiya, dərsin gedişatı, motivasiyaya cəlb olunma və yaxud da maraq oyatmada deyilir. Sonra gəlir dərsin gedişatı, yəni mövzu izahı. Sonda gəlir qiymətləndirmə, refleksiya və ev tapşırığı. Qiymətləndirmə, yəni formativ qiymətləndirmədən istifadə edirik. Refleksiya dərsin sonunda, belə deyim də, müəllimin fəaliyyəti üçün, həm də şagirdin öyrənməsi üçün lazım olan hissədir. Öyrəndiklərimizi möhkəmləndirmək üçün istifadə edirik. Bir növ təkrar kimi sual-cavab üsulundan istifadə edə bilərik. Yəni, müxtəlif üsullardan istifadə olunur. Müzakirə üsulundan və yaxud da deyək ki, iş üsullarından da istifadə edə bilərik. Yəni, refleksiya nə üçündür? Öyrətdiklərimizi mənimsəmək üçün, möhkəmləndirmək üçün. Qiymətləndirmədə isə gündəlik planlaşdırmada formativ qiymətləndirmədən istifadə edirik və əsas olan nədir? Gündəlik planlaşdırmada əsas olan nədir? Təlim nəticəsidir. Yəni biz təlim nəticəsi, yəni dərsin məqsədidir. Təlim nəticəsi ilə dərsin məqsədi, yəni bir dərs üçün nəzərdə tutulmuş təlim nəticəsi ilə dərsin məqsədi eyni anlayışdır. Amma ümumi təlim nəticələri fərqli-fərqli anlayışlardır. Bunu da kanalımda geniş şəkildə izah edib yerləşdirmişəm. Baxa bilərsiniz. Deməli, müəllimlər, illik planlaşdırmada təlim nəticəsi yoxdur. Təlim nəticəsi yazılmır. Ancaq gündəlik planlaşdırmada təlim nəticəsi yazılmalıdır mütləq şəkildə. Təlim nəticəsi nədir? Şagirdlərin sonda əldə etdiyi bilik və bacarıqlar, deməli, təlim nəticəsi sonda əldə olunan bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Yəni, biz onu əvvəlcədən müəyyənləşdirməliyik ki, şagird bu mövzuda, bu dərsdə hansı bilik bacarıqları əldə edəcək. Biz bunu əvvəlcədən müəyyənləşdiririk. Bu olur bizim təlim nəticəmiz. Və dərsimizi də, yəni bu gündəlik planlamamızı da dərsin məqsədinə əsasən qurmalıyıq, planlamalıyıq. Yəni, orada olan öyrənmə fəaliyyətləri ki var, iş solları, iş formaları, inteqrasiya, dərsin mərhələləri, qiymətləndirmə, refleksiya, hətta ev tapşırığını belə nəyə əsasən müəyyənləşdiririk, yəni uyğunlaşdırırıq. Uyğun şəkildə olmalıdır. Dərsin məqsədinə əsasən uyğun olmalıdır. Yəni, dərsin məqsədinə uyğun olaraq biz iş sulu, iş forması seçirik, inteqrasiyanı seçirik, qiymətləndirməni seçirik, qiymətləndirmə aparırıq təlim nəticəsinə uyğun olaraq. Yəni, təlim nəticəmizdə nə verilibsə, qiymətləndirmə də ona uyğun aparılmalıdır. Məsələn, mən bugün mövzu olaraq isim mövzusunu keçmişəmsə, qiymətləndirməni feil mövzusu üzərində və yaxud da fonetika üzərində apara bilmərəm. Qiymətləndirməni də keçdiyim mövzu üzərə aparmalıyam. Refleksiya və ev tapşırığını da eyni zamanda ev tapşırığının özü də təlim nəticəsinə uyğun aparılmalıdır. Deməli, müəllimlər, bəs geriyə planlama nədir? Geriyə planlama bir strategiyadır. Geriyə planlama odur ki, biz təlim nəticəsini əvvəlcədən müəyyənləşdiririk. Nəticə harda olur? Sonda. Ancaq biz sonda olan prosesi əvvəlcədən müəyyənləşdiririk.
Təlim nəticəsini, qiymətləndirməni, daha sonra öyrənmə fəaliyyətlərini müəyyənləşdirmiş oluruq. Bu da bizim geriyə planlama strategiyamız adlanır. Oxuyuram birinci testi. Deməli, birinci testdə qeyd olunur ki, bir dəqiqə müəllimlər, birinci testdə qeyd olunur ki, planlaşdırma ilə bağlı verilənlərdən hansı yanlışdır? Planlaşdırma ilə bağlı yanlış fikir istəyir bizdən. Qeyd olunur ki, gündəlik planlaşmanın əsas elementlərindən biri dərsin məqsədinin müəyyənləşdirilməsidir. Doğrudur. Mən qeyd etdim ki, əsas nədir? Dərsin məqsədidir. Yəni, şagird nə öyrənəcək? Biz onu əvvəlcədən hansı bilik və bacarıqlara yiyələnəcək, onu əvvəlcədən müəyyənləşdirib, planlaşdırıb dərsə getməliyik. B variantında qeyd olunur ki, planlaşdırmada öz əksini tapan təlim nəticələri şagird yönümlü olmalıdır. Bəli, şagird yönümlü olmalıdır. C variantında qeyd olunur ki, geriyə planlamadan istifadə dərsin effektivliyini artırır. Bəli, istər geriyə planlamada, daha doğrusu gündəlik planlaşdırmada və ya illik planlaşdırmada biz geriyə planlama strategiyasından istifadə edirik. Gündəlik planlama zamanı, deməli, gündəlik planlama zamanı formativ qiymətləndirmənin necə aparılacağı mütləq göstərilməlidir. Bəli, burada qeyd olunur ki, gündəlik planlama zamanı formativ qiymətləndirmənin necə aparacağı qeyd edilməlidir. Hansı üsul və vasitələrdən istifadə edəcəyik, hansı meyarlara əsasən qiymətləndirəcəyik, bunu müəyyənləşdirməliyik, göstərməliyik planlamada. E variantında qeyd olunur ki, qiymətləndirmə üsul və vasitələri təlim fəaliyyətlərinə uyğun aparılmalıdır. Mən izahımda qeyd etmişəm ki, qiymətləndirmə və eyni zamanda iş üsulları, iş formaları, inteqrasiya, ev tapşırığı belə nəyə əsasən uyğun olmalıdır? Təbii ki, təlim nəticəsinə, yəni dərsin məqsədinə uyğun müəyyənləşdirilməlidir. Cavab E variantı yanlış cavabımızdır. 2-də qeyd olunur ki, uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyik. 1-də qeyd olunur ki, gündəlik planlama vaxtın məqsədə uyğun bölüşdürülməsi, fəaliyyətin daha sistemli və səmərəli icrasına şərait yaradılır. Bəli, planlaşdırarkən müəllim daha sistemli hərəkət edir, daha planlı şəkildə hərəkət edə bilir, hazırlıqlı vəziyyətdə məktəbə gedir. Yəni, sistemli şəkildə hərəkət edir. Daha sonra 2-də qeyd olunur ki, gündəlik planlaşdırmada müəllimə tədris zamanı problem yarada biləcək məsələlər haqqında qabaqcadan düşünə bilmə imkanı yaradır. Bəli, biz bunu qabaqcadan düşünmə imkanı yaradır ki, hər hansısa bir problem yaşayaraqsa dərs ərəfəsində dərhal aradan qaldırılmaq üçün köməklik göstərir gündəlik planlaşdırma. Ümumiyyətlə, planlama sistemi, planlı şəkildə hərəkət etmək qarşılaşa biləcəyimiz çətinlikləri aradan qaldırmağa kömək edir. Çünki biz planlı hərəkət edirik, sistemli hərəkət edirik. Ona görə planlaşdırma müəllimə dərs zamanı yarana biləcək çətinlikləri qabaqcadan düşünə bilmək imkanı verir. 3-də qeyd olunur ki, şagirdlərdə bilik və bacarıq formalaşdırmaq üçün tapşırıqları hazırlayarkən Bloom taksonomiyasının feillərindən istifadə edilir. Bəli, Bloom taksonomiyası sadədən mürəkkəbə doğru prosesdir. Mənası sadədən mürəkkəbə doğrudur və eyni zamanda biz testləri tərtib edərkən, tapşırıqlar tərtib edərkən sadədən mürəkkəbə doğru fəaliyyət icra etməliyik. Yəni, sadədən mürəkkəbə doğru tapşırıqlar hazırlamalıyıq. Testlər hazırlayarkən sadə, orta və çətin tipli testlər hazırlamalıyıq. Bloom taksonomiyasına uyğun, yəni Bloom taksonomiyasının feillərinə uyğun tapşırıqlardan istifadə etməliyik daha doğrusu. Deməli, 3-də olan fikir doğrudur. 4-də qeyd olunur ki, gündəlik planlaşdırmada qiymətləndirmə üsul və formasını dəqiqləşdirdikdən sonra təlim fəaliyyətlərini müəyyənləşdirmək daha səmərəlidir. Bəli, biz əvvəlcə belə deyim də planlaşdırmalıyıq ki, qiymətləndirmə mərhələsində hansı üsul və vasitələrdən istifadə edəcəyik, ondan sonra təlim fəaliyyətlərini müəyyənləşdirmək daha məqsədə uyğundur. Deməli, doğrudan doğrunun, yanlışdan yanlış 1-2 mənim cavabımdır. Cavab olur A variantı. 3-ə baxırıq. Dərsin məqsədi ilə bağlı verilən cavablardan hansı yanlışdır? Yanlış olanı seçməliyik, müəllimlər, diqqətli olaq. Deməli, əsas funksiyası alt standartda nəzərdə tutan tələbi reallaşdırmaqdır. Bəli, doğrudur. B variantında hazırlanan zaman şagirdlərin mövcud səviyyəsi nəzərə alınır. Təbii ki. C variantda qeyd olunur ki, əldə ediləcək bilik və bacarıqların ümumi şəkildə ifadə olunması lazımdır. Xeyr, əldə ediləcək bilik və bacarıqlar, yəni təlim nəticəsidir. Təlim nəticəsi də dəqiq, düzgün, aydın olmalıdır. Ümumi şəkildə xeyr, olmalı deyil. Yanlış cavabımız C variantıdır. Təlim nəticəsinə əsasən şagirdin fəaliyyəti qiymətləndirilir. Bəli, doğrudur. Yəni, qiymətləndirmə təlim nəticəsinə uyğun aparılmalıdır. E variantında mümkün qədər dəqiq və aydın olmalıdır. Bəli, tamamilə doğrudur. Artıq E variantında verilən fikir, C variantında verilən fikri təqzib edir. Baxın, mümkün qədər dəqiq və aydın olmalıdır deyirsə, ümumi şəkildə ifadə olunması artıq yersizdir.
Yəni ümumi şəkildə ifadə olunursa, belə deyək. Məsələn, bir dənə təlim nəticəsi, öz fənnimə uyğun bir təlim nəticəsi deyirəm. Şagird nitq hissələrinin oxşar və fərqli cəhətlərini müəyyənləşdirir. Nitq hissələri deyəndə ümumi bir anlayışdır. Şagird burada daha dəqiq deyil. Yəni nəyin oxşar və fərqli cəhətlərini müəyyənləşdirəcək? İsminmi, sifətinmi, sayımı, feilimi, yoxsa köməkçi nitq hissələrinimi? Yəni şagird bunu aydın dərk eləmir. Çünki dəqiq, düzgün, aydın formada çıxarılmıydı bu təlim nəticəsi. Dəqiq olmalıdır, aydın olmalıdır, düzgün olmalıdır. Məsəl üçün, mən belə bir təlim nəticəsindən istifadə etsəydim düzgün olardı. Məsələn, isim və sifətin oxşar və fərqli cəhətlərini müəyyənləşdirir. Artıq şagird bilir ki, dəqiq, düzgün, aydın şəkildə ifadə olunub ki, isim və sifətin oxşar fərqli cəhətlərini ayıracaq. Yəni dəqiq, düzgündür. Amma desəm ki, köməkçi nitq hissələrinin, daha doğrusu nitq hissələrinin belə deyək də oxşar və fərqli cəhətlərini müəyyənləşdirir. Artıq şagird burada başa düşməyəcək ki, hansı nitq hissəsindən söhbət gedir? Köməkçininmi yoxsa əsasınmı? Əsasdan olan hansı nitq hissələrinin mən oxşar və fərqli cəhətlərini tapacağam? Ona görə də dəqiq, düzgün, aydın olmalıdır təlim nəticəsi. 4-də qeyd olunur ki, planlaşma zamanı təlim fəaliyyətləri əsasən nəyə xidmət edir? Təlim fəaliyyətləri iş üsulları və iş formalarıdır. Yəni, dərsimizi həyata keçirmək üçün bir strategiyadır, üsuldur. Bu təlim fəaliyyətləri nəyə əsasən müəyyənləşməlidir, nəyə əsasən uyğun olmalıdır, nəyə xidmət etməlidir? Dərsin məqsədinin reallaşmasına, yəni təlim nəticəsinin, gündəlik təlim nəticəsinin reallaşmasına xidmət etməlidir. Təlim nəticəsinin dərsin məqsədi, yəni gündəlik təlim nəticəsinin dərsin məqsədi eyni anlayışdır. Deməli, B variantı bizim cavabımızdır. 5-də qeyd olunur ki, cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı seçmək lazımdır. 1-də qeyd olunur ki, öyrənmə fəaliyyəti təlim nəticələrinə çatmaq üçün görüləcək işləri təsvir edir. Bəli, doğrudur. Öyrənmə fəaliyyətləri iş üsulları, iş formalardan söhbət gedir və həmin iş üsulları, iş formaları da təlim nəticəsinə çatmaq üçün bir strategiyadır. Doğrudur. 2-də qeyd olunur ki, qiymətləndirmə meyarları təlim nəticələrinə görə müəyyənləşir. Qiymətləndirmə meyarları təlim nəticələrinə uyğun müəyyənləşir. Çünki təlim nəticəsinə uyğun olmalıdır, təlim nəticəsinə uyğun aparılmalıdır qiymətləndirmə və qiymətləndirmə meyarları. Yanlışda qeyd olunur ki, gündəlik planlaşdırma resurslarının müəyyənləşdirilməsi əhəmiyyətlidir. Bəli, hansı resurslardan istifadə edəcəyiksə, gündəlik planlaşdırmada mütləq onu qeyd etməliyik. Bu da doğrudur. 4-də qeyd olunur ki, təlim nəticəsində feillərin dinamik olması təlim nəticəsinin ölçülməsinə imkan yaradır. Doğrudur. Təlim nəticəsində dinamik feillərdən istifadə etməliyik. Ölçülə bilən olmalıdır. Şagird yönümlü olmalıdır. Yəni, şagirdin fəaliyyətinə yönəlik olmalıdır. Bilir, dərk edir, anlayır. Baxın, bu tipli feillərdən istifadə olunmamalıdır. Çünki bu feillər dinamik feillər deyil. Burada bir hərəkət, fəaliyyət, praktiki cəhətdən fəaliyyət yoxdur. Bilir, belə deyim də, bacarır və yaxud da deyək ki, anlayır, dərk edir. Baxın, bunlarda ölçülə bilən feillər deyil. Burada bir hərəkət, fəaliyyət yoxdur. Mütləq şəkildə bir fəaliyyət olmalıdır feillərdə. Məsəl üçün, deyək ki, müəyyənləşdirir, müqayisə edir, izah edir, şərh edir, deyək ki, təhlil edir. Baxın, bu feillər olmalıdır ki, dinamik olsun. Ona görə də uyğunluq istəyirsə, doğrudan doğrunu, yanlışdan yanlışı seçirəm. Yanlışda mənim cavabım yoxdur. Doğruda isə 1-2 mənim cavabımdır. Cavab olur A variantı. 6-ya baxıram. Verilmiş izahların düzgün ardıcılığı hansı bənddə doğru verilmişdir? Burada müəllim dərsin məqsədinə çatıb-çatmadığını, şagirdlərin təlim nəticəsinə nail olub-olmadığını nə ilə və necə ölçə biləcəyi qeyd olunur. Ölçə biləcəyi deyirsə, bu qiymətləndirmədir. Çünki biz dərsimizi tədris edəndən sonra həmin təlim nəticəsinə şagird nə dərəcədə çatıb-çatmadığı, təlim nəticəsinə nail olub-olmadığını, dərsi nə dərəcədə mənimsədiyini bilmək üçün biz qiymətləndirmədən istifadə edirik. 2-də qeyd olunur ki, dərsin məqsədinə çatmaq üçün həyata keçirilən vasitələrdir, bir strategiyadır. Bu da olur təlim fəaliyyətləri və yaxud da öyrənmə fəaliyyətləri. 3-də qeyd olunur ki, dövlətin təhsil alan və təhsil verənlərin qarşısına qoyduğu minimal tələb alt standart adlanır. Bu da olur alt standart. Deməli, 1-ə gedəcək qiymətləndirmə, 2-yə öyrənmə fəaliyyətləri, 3-ə də alt standart, 6-da cavabımız A variantı olur. 7-yə baxırıq. 7-də qeyd olunur ki, verilmiş izahların ardıcılığı hansı bənddə doğru verilmişdir. Sonda şagirdlərin hansı bilik və bacarıqlara sahib olacaqları haqqında nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi nə adlanır müəllimlər? Təlim nəticəsi adlanır. Çünki nəticəni biz əvvəlcədən müəyyənləşdirməliyik. Bu oldu təlim nəticəsi.
Müəllim hansı iş forma və üsullar deyirsə, bu da öyrənmə fəaliyyətləridir. Yəni təlim fəaliyyətləri də deyilir buna. Öyrənmə fəaliyyətləri. Deməli 2-də oldu öyrənmə fəaliyyəti. 3-də qeyd olunur ki, şagirdlərin məqsədə nə dərəcədə çatması haqqında informasiya əldə edilməsidir. Artıq mən dərsin məqsədinə nə dərəcədə çatmasını mən qiymətləndirmə vasitəsilə yoxlayıram. Ona görə 3-də olur qiymətləndirmə, 1-ə gedəcək təlim nəticəsi, 2-yə gedəcək öyrənmə fəaliyyəti, 3-ə də gedəcək qiymətləndirmə, 7-də D variantı olmuş. Olur. 8-ə baxıram. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğrunu, yanlışdan yanlışı seçmək lazımdır. Gündəlik planlaşdırmada qiymətləndirmə təlim fəaliyyətlərinə uyğun müəyyənləşdirilir. Deyir, qiymətləndirmə təlim fəaliyyətlərinə uyğun deməli müəyyənləşir. Təlim fəaliyyətlərinə uyğun yoxsa təlim nəticəsinə uyğun? Yəni dərsin məqsədinə uyğun olmalıdır. Əsas olan nədir gündəlik planlaşdırmada? Əsas olan, yəni gündəlik planlaşdırmada biz nəyə uyğun, dərsimizi nəyə uyğun planlamalıyıq? Qiymətləndirməni nəyə uyğun aparmalıyıq? Və yaxud da refleksiyanı, deyək ki, iş üsullarını, iş formalarını, hətta ev tapşırığını belə nəyə uyğun aparmalıyıq? Təlim nəticəsinə uyğun aparılmalıdır. 1 olur yanlış. 2-də gündəlik planlaşdırmada formativ qiymətləndirmə üsulları qeyd olunur. Bəli, gündəlik planlaşdırma deyirsə formativ qiymətləndirmədən istifadə olunur. Diqqətli olaq müəllimlər. Formativ qiymətləndirmə. Formativ qiymətləndirmə deməli gündəlik qiymətləndirmədir. Formativ qiymətləndirmə nədir müəllimlər? Gündəlik qiymətləndirmədir. Və gündəlik planlaşdırmada hansı qiymətləndirmədən istifadə olunur? Formativ qiymətləndirmədən. İmtahanda həmin qiymətləndirmə hissəsinə summativ yazıla bilər, diaqnostikdə yazıla bilər sizi çaşdırmaq üçün. Diqqətli olmaq lazımdır. Gündəlik qiymətləndirmədə nə yazılır? Formativ qiymətləndirmə və gündəlik planlaşdırmada formativ qiymətləndirmə öz əksini tapır. Və gündəlik planlaşdırmada formativ qiymətləndirmənin üsul və meyarları qeyd olunur. Deməli, 2 doğrudur. 3-də qeyd olunur ki, müəllim tələb olunan bilik və bacarıqları reallaşdırmaqla öz hüququnu həyata keçirmiş olur. Hüququnu həyata keçirmiş olur, yoxsa vəzifəsini? Yəni, tələb olunan bilik və bacarıqları reallaşdırmaq müəllimin vəzifəsidir, yoxsa hüququ? Əlbəttə ki, vəzifəsidir. Deməli, 3 yanlışdır. 4-də qeyd olunur ki, dərs planlaşdırılarkən şagirdlərin informasiyanı necə qəbul etməsi və anlaması ilə bağlı məsələlər də nəzərə alınır. Təbii ki, iş üsullarını və iş formalarını seçərkən, yəni öyrənmə fəaliyyətləri şagirdlərin müxtəlif öyrənmə tərzlərinə uyğun olmalıdır. Yəni, bunlar da nəzərə alınmalıdır. 4 də doğrudur. Deməli, doğrudan doğru, yanlışdan yanlış 2-3 mənim cavabımdır. B variantı mənim cavabımdır 8-də. 9-a baxırıq. 9-a qeyd olunur ki, dərsin məqsədi ilə bağlı verilən cavablardan hansı doğrudur? Şagirdlərə dərs ərzində hansı fəaliyyətləri edəcəkləri bildirməkdir. Dərsin məqsədi deyir, şagirdlərə dərs ərzində hansı fəaliyyətləri edəcəklərini bildirməkdir. Sizcə bu doğrudur, yoxsa yanlışdır? Əlbəttə ki, yanlışdır. Çünki dərsin məqsədi ilə bağlı deyirsə, dərsin məqsədi dərs ərzində hansı fəaliyyətləri edəcəklərini bildirmək demək deyil. Dərsin məqsədi şagirdin sonda əldə edəcəyi bilik və bacarıqlardır ki, əvvəlcədən müəyyənləşir. Deməli, 1 yanlışdır. 2-də qeyd olunur ki, şagirdin öyrənməsini təmin etmək üçün hazırlanır. Bəli, çünki öyrənməsinə, təlim nəticəsi, yəni dərsin məqsədi şagirdin öyrənməsinə xidmət edir. Sonda əldə etdiyi bilik və bacarıqlardır ki, əvvəlcədən müəyyənləşdirilir. Ona görə 2 doğrudur. 3-də SMART metodundan istifadə məqsədə uyğundur. Bəli, təlim nəticəsi hazırlayarkən, yəni gündəlik təlim nəticəsindən söhbət gedir. Yəni dərsin məqsədini hazırlayarkən SMART metodundan istifadə edirik. İzahımda bunu geniş şəkildə izah etmişəm müəllimlər. Kanalımda var, baxa bilərsiniz. 3-də doğrudur. Şagirdlərə dərsin məqsədini elan etmək mütləq deyil yazılıbdır. Təbii ki, bu yanlış bir variantdır. Çünki təlim nəticəsi, baxın bura qeyd edirəm, yadınızda saxlayın. Əvvəlcədən təlim nəticəsi şagirdlərə elan olunmalıdır. Dərsi izah etməmişdən öncə təlim nəticəsini biz şagirdlərə elan etməliyik ki, bugün hansı bacarıqları əldə edəcəyik. Bunu lövhəyə yazaraq dərsə keçid etmədən öncə bunu başa salmalıyıq. Yəni, bunu elan etməliyik mütləq şəkildə. 4 yanlışdır. 5-də qeyd olunur ki, dərsin məqsədinin spesifik olması, onun dəqiq, aydın ifadə edilməsi deməkdir. Bəli, spesifik sözünün mənası da elə dəqiq və aydın olmaq deməkdir. 5-də doğrudur. 2, 3, 5 mənim cavabımda A variantı doğrudur. Bir dərs üçün dərsin məqsədinin sayı ilə bağlı məhdudiyyət yoxdur. Əlbəttə ki, var. Çünki SMART metodunun özündə T hərfi time-i göstərir. Yəni,
vaxt nəzərə alınmalıdır. 45 dəqiqə ərzində biz onu reallaşdırmalıyıq. Məsələn, ən çox maksimum 3 dənə təlim nəticəsi seçməliyik, çıxarmalıyıq alt standartdan və eyni zamanda həmin o 3 dənə təlim nəticəsinin üçünü də reallaşdırmalıyıq. Əgər 3 dənə yazmışıqsa biz ora. Ona görə də yaxşı olar ki, reallaşdıra biləcəyimiz qədər təlim nəticəsi yazmaq lazımdır. Elə alt standartın özünü də. Məsəl üçün yazırıq jurnala 1.2.3, 1.3.3, 1.2.2. Bu düzgün deyil. Reallaşdıra biləcəyimiz qədər yazmalıyıq. Yəni maksimum 3 olmalıdır. Maksimum 3 dənə ki, reallaşdıra bilək. Asan mövzudursa 3 dənəsini yaza bilərik. Reallaşdırırıqsa əgər, reallaşdıra biləcəyiksə əgər. Yox, əgər çətin mövzudursa 1 və ya 2-sini yazmaq yetərlidir. Yəni onu 45 dəqiqə ərzində siz həyata keçirə biləsiniz. Ona görə altda verilən fikir yanlışdır. Cavabım 2, 3, 5 A variantıdır. Ona baxırıq. Onda qeyd olunur ki, uyğunluğu müəyyənləşdirmək lazımdır. Doğrudan doğru, yanlışdan yanlışı seçmək lazımdır. Dərsin planlaşdırılması güclü və zəif şagirdlərin səviyyəsini bərabərləşdirmək üçün lazımdır. Xeyr. Bu dərsin planlaşdırılması ümumiyyətlə şagird üçünmü lazımdır? Xeyr. Müəllimə lazımdır dərsi planlaşdırmaq. Dərsi planlaşdırmaq, belə deyək də, planlı şəkildə hərəkət etməsi üçün lazımdır müəllimin. Hazırlıqlı vəziyyətdə olması üçün lazımdır. Müəllimə yol istiqamət göstərən bir vasitədir. Ona görə doğru deyil. Dərsin planlaşdırılması çətin anlaşılan mövzuları şagirdə izah etmək üçün lazımdır. Xeyr, yanlış bir fikirdir. 3-də qeyd olunur ki, dərsin planlaşdırılması müəllimə şagirdlərin hansı öyrənmə tərzlərinə sahib olduqlarını müəyyənləşdirmək üçün lazımdır. Bu da tamamilə yanlışdır. Dərsin planlaşdırılması şagirdlərin dərs prosesində hansı qiymət alacaqlarını müəyyənləşdirir. Dərsin planlaşdırılması şagirdlərdə dərs prosesində hansı qiymətləri ala biləcəyini necə müəyyənləşdirə bilər ki? Mən əvvəlcədən müəyyənləşdirirəm ki, yəni filan şagird məsəl üçün filan qiyməti alacaq, filan kəs məsəl üçün filan bal, filan qiyməti alacaq. Ümumiyyətlə gündəlik dərsi planlaşdıranda, yəni gündəlik planlaşdırmadan söhbət gedir. Gündəlik planlaşdırmada qiymət yazılmır. Ümumiyyətlə formativ qiymətləndirmədə qiymət olmaz. Və eyni zamanda mən bunu əvvəlcədən bilə bilmərəm hansı şagird necə qiymət alacaq. Və qiymətləndirmə də, daha doğrusu planlaşdırma da buna xidmət etmir. Ona görə də 4-də verilən fikir tamamilə yanlışdır. Uyğunluq dediyi üçün doğrudan doğrunu, yanlışdan yanlışı seçməliyəm. 3, 4 mənim cavabımdır. Çünki doğru xanasında doğru yoxdur. Doğru fikir yoxdur. 3, 4 mənim cavabımda cavab olacaq C variantı 10-da. 11-ə baxırıq. Klasteri tamamlamayan cavab deyirsə, əgər deməli sağ tərəfdə verilən bu fikri diqqətli oxumaq lazımdır. Əgər bu fikir doğrudursa, yanlışları seçməliyəm ki, tamamlamasın. Yox, əgər bu fikir yanlışdırsa, doğruları seçməliyəm ki, fikir tamamlanmasın. Aydındırmı? Əgər burada tamamlayan deyirsə, tamamlayan deyərdisə, bu fikir doğrudursa, doğru fikirləri seçməliyəm ki, tamamlansın. Və yaxud da bu fikir yanlışdırsa, yanlışları seçməliyəm ki, tamamlansın. Aydındır? İndi tamamlamayan deyirsə, bu fikrin doğru və yanlış olmasını oxumalıyam ki, görüm doğrudur yoxsa yanlışdır. Deyir, dərs zamanı fəaliyyətlərin müxtəlif öyrənmə tipinə sahib şagirdlər üçün uyğun olması və diferensiyasiyanı təmin etməkdir. Bəli, diferensiyasiyanı təmin etmək o deməkdir ki, yəni öyrənmə tərzlərini, intellekt tiplərini nəzərə almaq lazımdır. Dərsi planlayarkən, gündəlik planlaşdırmada, bəli, bunların hamısı nəzərə alınır. Ona görə bu doğru fikirdir. Burada mən indi yanlışları yazmalıyam ki, tamamlanmasın klasterdə verilən fikirlər. Aydındırmı? Tamamlanmamaq üçün mən burada yanlışları yazmalıyam. Deməli, yanlış olanı seçəcəm mən. A variantında qeyd olunur ki, şagirddən nə gözləndiyini, sonda hansı bilik və bacarıqlara yönələcəyini aydın formada təsvir etmək. Bu təlim nəticəsidir. Əlbəttə ki, gündəlik planlaşdırmada öz əksini tapır. Bunu nəzərə almalıyıq mütləq şəkildə. Təlim nəticəsini deyir. B variantında qeyd olunur ki, meyl və maraqlarının nəzərə alınması. Bu da doğrudur. Şagird yönümlü. Çünki şagird yönümlü olmalıdır. Təlim nəticəsi şagirdin fəaliyyətinə yönəlik olmalıdır. Eyni zamanda öyrənmə fəaliyyətlərdə şagirdlərdə müxtəlif öyrənmə tipinə uyğun şəkildə uyğun olmalıdır və şagirdlərdə ümumiyyətlə sinifdə diferensiyasiyanı təmin etməlidir. C variantında qeyd olunur ki, qiymətləndirmə öyrənmə fəaliyyətinə uyğun müəyyənləşdirilir. Qiymətləndirmə öyrənmə fəaliyyətlərinə uyğun müəyyənləşdirilir, yoxsa dərsin məqsədinə uyğun müəyyənləşdirilməlidir? Təbii ki, dərsin məqsədinə uyğun olmalıdır, öyrənmə fəaliyyətinə deyil. Cavab C variantı olacaq.
D variantında qeyd olunur ki, dərs zamanı qarşıya çıxa biləcək çətinlikləri əvvəlcədən müəyyənləşdirmək doğrudur. Hər zaman müəllimin B planı olmalıdır. E variantında qeyd olunur ki, refleksiya strategiyasını müəyyənləşdirmək. Bəli, refleksiya mərhələsində biz refleksiyanı həyata keçirməliyik. Ona görə də cavab olacaq C variantı. 12-yə baxırıq. Hansı fikir yanlışdır? Alt standart 2 hissədən ibarətdir. Bilik və fəaliyyət. Bəli, doğrudur. Alt standart 2 hissədən ibarətdir. Bilik və fəaliyyət hissəsi. Məsəl üçün belə bir alt standart qeyd edirəm. Deməli, nitq hissələrinin oxşar və fərqli cəhətlərini müqayisə edir. Nitq hissələrinin oxşar və fərqli xüsusiyyətləri bura qədər bilik hissədir. Fərqləndirir isə fəaliyyət hissəsidir. Yəni, feil hissəsi fəaliyyət hissəsidir. Nitq hissələrinin oxşar və fərqli cəhətləri bu hissəyə qədər isə bilik hissəsidir. B variantında qeyd olunur ki, dərsi planlayarkən şagirdlərdə idraki fəallığın necə yaradılacağı ilə bağlı məsələlər orada öz əksini tapmalıdır. Bəli, doğrudur. Deməli, qeyd olunur ki, dərsi planlayarkən şagirdlərdə idraki fəallığın necə yaradılacağı ilə bağlı məsələlər də orada öz əksini tapmalıdır. Hansı üsul və vasitələrdən istifadə olunacaqsa, həmin planlamada öz əksini tapmalıdır bu. C variantında qeyd olunur ki, dərsin sonunda şagirdlərin hansı bilik və bacarıqları əldə edəcəkləri onlara öncədən təqdim edilməlidir. Bəli, təlim nəticələri, yəni dərsin məqsədi şagirdlərə əvvəlcədən mütləq şəkildə elan edilməlidir. Baxın, bu öncədən sözün yadınızda saxlayın. Öncədən elan edilməlidir şagirdlərə. C variantı da yanlışdır. Daha doğrusu C variantı doğrudur. Öncədən biz onu təqdim etməliyik şagirdlərə. D variantında qeyd olunur ki, tapşırığın məqsədi onun icrasından əvvəl şagirdlərə elan edilməlidir. Təbii ki, tapşırığın məqsədi onun icrasından əvvəl şagirdlərə elan edilməlidir mütləq şəkildə. E variantında qeyd olunur ki, alt standartda nəzərdə tutulan bilik və bacarıqları cari tədris ilində formalaşdırmadıqda növbəti tədris ilində həmin standartın reallaşması planlaşmaya daxil edilir. Bu tamamilə yanlış bir fikirdir. Formalaşdırmadıqda birincisi, yəni onu formalaşdırmamaq olmaz. Çünki o bizi alt standartda öz əksini tapan bilik və bacarıqları reallaşdırmaq müəllimin vəzifəsidir. İkincisi isə alt standart durub orada bizi gözləmir ki, formalaşdırmadınsa növbəti tədrisində istifadə edərsən və yaxud da hər hansı bir tədris ilində saxlaya bilərsən. Belə bir şey ola bilməz. Dövlət tərəfindən bizə verilir. Biz onu həmin vaxtda, həmin ildə reallaşdırmalıyıq. E variantı yanlışdır. 13-də qeyd olunur ki, müəllim dərs üçün plan hazırlayır. Şagirdlər birgə fəaliyyəti əsasında tapşırıq üzərində işləyir. Dərs zamanı müəllim prosesə müşahidə əsasında müdaxilələr edir. Deməli, dərsin sonunda isə şagirdlər müəyyən edilmiş meyarlara əsaslanaraq işlərini nəzərdən keçirir və qısa nəticə çıxarırlar. Bu planlaşdırma yanaşmasına əsasən müəllimin əsas pedaqoji məqsədi nədir? Deməli, baxın, burada qeyd olunur ki, burada bir öyrənmə prosesi var və müəllim də bu şagirdlərə kömək edir. Deyir ki, şagirdlər birgə fəaliyyət əsasında tapşırıq üzərində işləyir. Dərs zamanı müəllim prosesə müşahidə əsasında müdaxilələr edir. Müşahidə əsasında müdaxilələr edirsə, deməli şagirdləri izləyir. Formativ qiymətləndirmədə buradan söhbət gedir və burada təbii ki, müəllim şagirdlərin öz fəaliyyətini izləyir, müşahidə edir və işlərini meyarlarla müqayisə edərək öz fəaliyyətlərini, deməli, tənzimləmələrinə şərait yaradır. Fikir verirsiniz, burada müəllim müşahidədən istifadə edir. Baxın, müşahidədən istifadə edir və dərsin sonunda isə şagirdlər müəyyən edilmiş meyarlara əsaslanaraq işlərini nəzərdən keçirir və qısa nəticələr çıxarırlar. Bəli, şagirdlərin öz öyrənməsini təmin etmək üçün şagirdləri müşahidə edir, fəaliyyətini izləyir və eyni zamanda işlərini meyarlarla müqayisə edərək öz fəaliyyətlərini tənzimləmələrinə şərait yaradır. Cavab olacaq C variantı. 14-də qeyd olunur ki, cədvələ əsasən uyğunsuzluğu müəyyənləşdirmək lazımdır. Uyğunsuzluq deyir. Deməli, A variantında, daha doğrusu doğruda birinci xanada qeyd olunur ki, doğru sırasında alt standartdan çıxarılan təlim nəticəsi hər dərs üçün spesifik olmalıdır. Baxın, müəllimlər, burada qeyd olunur ki, alt standartda çıxarılan təlim nəticəsi hər dərs üçün spesifik olmalıdır. Hər dərs üçün, yəni uyğun olmalıdır, dəqiq, düzgün, aydın olmalıdır. Baxın, bu fikir doğru fikirdir. Bu fikir doğru fikirdir. Hər dərs üçün spesifik olmalıdır.
Müəyyənləşdirilmiş təlim nəticələrinə il boyu bir neçə dəfə təkrar müraciət edilməsi mümkündür. Doğrudur. Və eyni zamanda mümkündür. Bu da doğru bir fikirdir. Müəyyənləşdirilmiş təlim nəticələrinə il boyu bir neçə dəfə təkrar müraciət edilməsi mümkündür. Bu da doğrudur. Yanlışda qeyd olunur ki, dərsin təlim nəticələrinin müəyyənləşdirilməsi gündəlik planlaşmanın ən mühüm hissəsidir. Təbii ki, doğrudur. Qiymətləndirmə meyarı təlim nəticələrini əsasən müəyyənləşdirir. Bu da doğru fikirdir. Deməli, uyğunsuzluq deyirsə, mən yanlışdan yanlışı, doğrudan doğrunu seçsəm, uyğunsuzluq deyirsə, mən doğrudan yanlışı, yanlışdan da doğrunu seçməliyəm. Deməli, doğruda yanlış yoxdur, amma yanlışda doğrular 3 və 4-cü xanadadır. Ona görə 14-də cavabım olacaq ki, 3-4 E variantı. Sonra 15-ə baxırıq. Deyir, dərsin təlim nəticəsinə aid deyil. Dərsin təlim nəticəsi şagirdin hansı bilik və bacarıqlara sahib olacağını dəqiqliklə təsvir etməlidir. Tamamilə doğrudur. Tamamilə doğrudur. Deməli, bir dəqiqə müəllimlər. B variantında qeyd olunur ki, dərsin təlim nəticəsini müəyyənləşdirərkən Bloom taksonomiyasının dinamik feillərindən istifadə edilir. Bu da doğrudur. Dərsin təlim nəticəsi 6 standartını reallaşdırmaq üçün əsas vasitələrdəndir. Bəli, dərsin təlim nəticəsi 6 standartları reallaşdırmaq üçün əsas vasitələrdəndir. Doğrudur. Dərsin təlim nəticəsinə əsasən şagirdlərin hansı təlim fəaliyyətlərini, hansı ardıcıllıqla edəcəkləri önə çəkir. Baxın, burada qeyd olunur ki, dərsin təlim nəticəsi əsasən şagirdlərin hansı təlim fəaliyyətini, hansı ardıcılıqla edəcəklərini önə çəkir. Xeyr, bu tamamilə yanlış bir fikirdir. Dərsin təlim nəticəsinin təlim fəaliyyətləri ümumiyyətlə təlim nəticələrinə əsasən müəyyənləşir. Ancaq təlim nəticəsi şagirdlərin əldə edəcəyi bilik və bacarıqların sonda əldə edəcəyi bilik və bacarığın əvvəlcədən müəyyənləşdirilməsidir. Ona görə də aid deyil. D variantı yanlış fikirdir. E variantında qeyd olunur ki, dərsin təlim nəticəsi sadə və aydın şəkildə ifadə olunmalıdır. Bəli, doğrudur. Sadə və aydın şəkildə olmalıdır. 16-da qeyd olunur ki, müəllim gündəlik plan hazırlayır. Plana əsasən şagirdlər tapşırıq üzərində işləyir. Fəaliyyət zamanı müəllim müşahidə aparır. Dərsin sonunda isə şagirdlər tapşırığın icrasını meyarlarla əlaqələndirərək izah edir və öz işlərinə dair qısa rəy bildirirlər. Bu planlaşdırmaya əsasən müəllimin əsas məqsədi aşağıdakılardan hansıdır? Baxın, burada da şagirdlərin müşahidə edir, şagirdləri izləyir və meyarlara əsasən şagirdlərə öz işlərini qiymətləndirməsinə şərait yaradır. Az öncəki situasiya ilə eynidir. Deməli, baxın, müşahidə aparır. Müəllim burada şərait yaradır ki, şagirdlərin öyrənmə prosesini şuurlu şəkildə dərk etməsinə, fəaliyyət zamanı irəliləyişlərini izləməsinə və meyarlara əsasən öz işini qiymətləndirməsinə şərait yaradır müəllim. Bəli, burada müəllimin əsas məqsədi budur. Burada da cavabımız olacaq ki, deməli, A variantında qeyd olunur ki, tapşırığın icrası zamanı səhvlərin azalması üçün prosesə müdaxilə edib şagirdlərə hazır nümunələr əsasında düzgün icra modelini tətbiq etmək tamamilə yanlışdır. Çünki müəllimin məqsədi bu deyil. Baxın, burada qeyd olunur ki, tapşırıq üzərində işləyir, şagirdlər tapşırıq üzərində işləyir, fəaliyyət zamanı müəllim müşahidə aparır, dərsin sonunda isə şagirdlər tapşırığın icrasını meyarlarla əlaqələndirərək izah edir və öz işlərinə dair qısa rəy bildirirlər. Fikir versiniz, bu prosesi, bu fəaliyyəti icra edən şagirdlərin özüdür. Yəni, müəllim bura bir müdaxilə etmir, sadəcə müşahidə aparır. Və bu müşahidə də şagirdlərin öz öyrənmələrini şuurlu şəkildə dərk etməsinə, öz fəaliyyətlərini izləməsinə, özünü qiymətləndirməsinə şərait yaradır. Dərs zamanı yaranan fərqləri aradan qaldırmaq, xeyr, burada fərq yoxdur. Şagirdlərin öyrənmə prosesini şuurlu şəkildə dərk etməsi, fəaliyyət zamanı irəliləyişini izləməsinə və meyarlara əsasən öz işini qiymətləndirməsinə şərait yaradır, doğrudur. Şagirdlərin tapşırığı necə yerinə yetirdiyini müşahidə edib dərsin sonunda ümumi nəticəni yekunlaşdırmaq. Xeyr, müəllim məqsədi bu deyil. Müəllim şagirdin öz fəaliyyətinə bir növ odaklamasını, ayarlamasını və eyni zamanda istəyir ki, şagird öz öyrənməsindən xəbərdar olsun və özünü qiymətləndirə bilsin, öz fəaliyyətini izləyə bilsin, meyarlara əsaslanaraq öz işini, fəaliyyətini qiymətləndirə bilsin. E variantında qeyd olunur ki, dərsin sonunda şagirdlərin təqdim etdiyi cavabları müqayisə edib ən uğurlu nümunə üzərində ümumi qayda çıxarıb. Bu da yanlış bir fikirdir.
Növbəti dərs üçün əsas istiqamətləri müəyyənləşdirmək tamamilə yanlış bir fikirdir. 17-də qeyd olunur ki, gündəlik planlaşdırma nə üçün vacibdir? Gündəlik planlaşdırma onun üçün vacibdir ki, müəllim dərsdəki fəaliyyətin səmərəli və məqsədəuyğun şəkildə təşkil etməyə şərait yaradır. Müəllimi hər zaman hazırlıqlı vəziyyətdə olmasına köməklik göstərir. Sistemli şəkildə hərəkət etməsi, qarşıya çıxa biləcək çətinliklərdən belə deyim də çətinlikləri müəyyənləşdirməyi, eyni zamanda çətin vəziyyətdən çıxış yolu tapması üçün planlaşdırma etmək, ümumiyyətlə gündəlik planlaşdırma vacib bir məqamdır, vacib bir vasitədir. Deməli, A variantı bizim cavabımızdır. B variantında müəllimin hansı mövzunu mənimsədəcəyinə yönəlir? Xeyr. Tədris vahidinin vaxtında tamamlamasına təmin edir. Bu da yanlış bir fikirdir. Yeni təlim üsulunu tətbiq etmək bacarığı formalaşdırır. Yanlış bir fikirdir. Summativ qiymətləndirməyə hazırlaşmağa şərait yaradır. Yanlış bir fikirdir. Cavabımız olacaq A variantı. 18-də qeyd olunur ki, gündəlik təlim nəticələri ilə bağlı fikirlərdən hansı yanlışdır? Gündəlik dərs planlaşmasında öz əksini tapmalıdır. Deməli, gündəlik təlim nəticəsi ilə bağlı biz yanlış bir fikirləri seçməliyik müəllimlər. Gündəlik dərs planlaşmasında öz əksini tapmalıdır. Bəli, təlim nəticələri harda öz əksini tapır? Gündəlik planlamada, düzdürmü? Gündəlik planlamada öz əksini tapır. Yəni icmalda, illik planlaşdırmada təlim nəticəsi varmı? Xeyr, yoxdur. İllik planlaşdırmada təlim nəticəsi yazılmır. B variantında qeyd olunur ki, təlim nəticəsi şagirdin öyrənmə zamanı qarşılaşdığı problemləri müəyyənləşdirib aradan qaldırmağı nəzərdə tutur. Xeyr, tamamilə yanlış bir fikirdir. Təlim nəticəsi şagirdin sonda əldə edəcəyi bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Ona görə yanlış bir fikir B variantı olmuş olacaq. C variantında mövcud resurs və öyrənmə mühitini nəzərə alaraq müəyyənləşir. Tamamilə doğrudur. Təlim nəticəsi smart planlama modelinə uyğun hazırlanır ki, smart modelinə uyğun tərtib olunmalıdır və orada vaxtdır, resurslardır, real imkanlardır, belə deyim də nə asan, nə çətin səviyyədə olmasıdır. Eyni zamanda spesifik, dəqiq, düzgün, aydın olmasıdır. Bunların hər biri nəzərə alınmalıdır. Şagirdin mövcud potensialı nəzərə alınmalıdır ki, effektiv öyrənmə baş versin. Tamamilə doğrudur. Şagirdin fəaliyyətinə yönəlik olmalıdır. Təlim nəticəsinin ölçülə bilən olması dəqiq edilməli məqamlardan da təbii ki. 19-a baxırıq, hansı fikir yanlışdır? 19-da qeyd olunur ki, 6 standartın bilik və fəaliyyət hissəsi müəllimi şagirdin təfəkkürünü inkişaf etdirməklə bağlı istiqamətləndirir. Tamamilə doğrudur. Şagirdlərdə formalaşdırılacaq bilik və bacarıqları başqa fənlərdə əldə edilən bilik və bacarıqlarla əlaqələndirmək olar. Əlbəttə, inteqrasiya həyata keçirilir ki, inteqrasiyada burada şagirdlərin formalaşdırılacaq bilik və bacarıqlar başqa fənlərdə əldə edilən bilik və bacarıqları əlaqələndirmək, bəli, inteqrasiyadır. Bu da fənlər arası inteqrasiyadan söhbət gedir. Yəni, bunu demək istəyir, doğrudur. C variantında qeyd olunur ki, dərsdən əvvəl təlim nəticəsini müəyyənləşdirərkən mümkün qədər vaxt faktoru nəzərə alınmalıdır. Əlbəttə, reallaşdıra biləcəyimiz qədər təlim nəticəsi müəyyənləşdirməliyik. D variantında qeyd olunur ki, qiymətləndirmə meyarları elə hazırlanmalıdır ki, şagird fəaliyyətini müşahidə etmək mümkün olsun. Təbii ki. E variantında qeyd olunur ki, daha dərindən öyrənməni təmin etmək üçün gündəlik planlaşdırmada səmərəli öyrənmə mühitinin qurulması ilə bağlı məsələlərdə öz əksini tapmalıdır. Xeyr, səmərəli öyrənmə mühiti ilə bağlı heç bir belə deyim də məqam yoxdur gündəlik planlaşdırmada. E variantı yanlış fikirdir. 20-də qeyd olunur ki, təlim nəticəsi əldə oluna bilən olmalıdır deyəndə nə nəzərdə tutulur? Təlim nəticəsi əldə oluna bilən deyəndə, yəni nə asan, nə də çətin olmalıdır. Çalışaraq əldə edilməsi mümkün olsun. Yəni elə tərtib etməliyik ki, nə asan olsun, nə də çətin, əldə edilə bilən olsun deməkdir. Çalışaraq əldə edilməsi mümkün olsun. B variantı bizim cavabımızdır. 21-də qeyd olunur ki, şagirdlərə Hacı Qaranı Qayakeş ailə başçısı hesab etmək olarmı mövzusunda fikirlərini yazmaq tapşırılır. Şagirdlər əvvəlcə mətni oxumalı, daha sonra isə həmin mətnə əsasən Hacı Qara obrazını təhlil etməli və fikirlərini əsaslandırılmış şəkildə yazılarında qeyd etməlidirlər. Müəllim əvvəlcədən qiymətləndirmə meyarlarını şagirdlərə təqdim edir. Nəticə çıxarmaq, təhlil etmək, əsaslandırmaq. Müəllimin məqsədi haqqında aşağıdakı verilənlərdən doğru olanları müəyyənləşdirmək lazımdır. Baxaq, burada qeyd olunur ki, müəllim şagirdlərə bu tip tapşırıq verməklə onların tənqidi təfəkkürünü formalaşdırmasına nail ola bilər. Təbii ki, doğrudur. Çünki baxın, burada nəticə çıxarmaqda, təhlil etməkdə əsaslandırmaq var, dəyərləndirmək mərhələsi var. Yəni burada
əsaslandırırsa, təhlil edirsə, nəticə çıxarırsa, hansı təfəkkür inkişaf edəcək? Əlbəttə ki, tənqidi təfəkkürü, ona görə doğrudur. 1. 2-də qeyd olunur ki, müəllim şagirdlərdə şəxsi və sosial məlumatlıq sərçəsini formalaşmasını əsas götürübdür. Xeyr, yanlışdır. Yəni burada şəxsi və sosial məlumatlıqdan söhbət getmir. 3-də qeyd olunur ki, müəllim şagirdlərə meyarları əvvəlcədən təqdim etməklə 2-də qeyd olunan şəxsi və sosial məlumatlılıq odur ki, yəni güclü və zəif tərəflərini müəyyənləşdirmək bir növ bir metakognitiv biliklərdir. Ancaq burada metakognitiv biliklərdən söhbət getmir. Burada təhlil edir, analiz edir, əsaslandırır və nəticə çıxarır. Bu da tənqidi təfəkkürün inkişafına əsaslanır. 3-də qeyd olunur ki, müəllim şagirdlərə meyarları əvvəlcədən təqdim etməklə şagirdlərin icra etdiyi tapşırıqla bağlı müstəqil düşüncələrini çərçivəyə salmış olur. Xeyr, burada yanlış fikirdir. Yəni müstəqil düşüncələrini çərçivəyə salmış olur fikir tamamilə yanlış bir fikirdir. 4-də qeyd olunur ki, meyarlar daha çox şagirdlərdə konseptual biliyin formalaşmasına kömək olur. Bəli, konseptual bilik odur ki, əlaqələndirmək, yeni bilik əldə etmək, ümumiləşdirmək, qruplaşdırmaq, təhlil etmək, nəticə çıxarmaq, bunların hər biri konseptual bilikdə idi. Deməli, cavabımız 1, 4, B variantı olacaq. 22-yə baxırıq. 22-də qeyd olunur ki, şagirdlərə ev tapşırığı kimi 2 informativ mətn verilir. Şagirdlər mətnlərdə verilmiş informasiyanı müqayisə etməli, bir-birinə zidd olan informasiyaları müəyyənləşdirməli, doğru olanı seçməli və əsaslandırmalıdır. Müəllim qiymətləndiriləcək meyarları elan edir. Müqayisə etmək, etibarlı mənbələrdə işləmək, əsaslandırma. Biz burada belə deyək də, etibarlı mənbələrlə işləmək, informasiyanı araşdırmaq, informasiya toplamaq, hansı 21-ci əsr bacarığını görürük biz? İnformasiya savadlılığını görürük, düzdürmü? İnformasiya savadlılığı. Deməli, bir doğru fikirdir. Sonra, deməli, bir doğru fikirdir. 2-də qeyd olunur ki, müəllim şagirdlərdə fəal dinləmə bacarığı, sual tərtib etmək bacarığı formalaşdırır. Xeyr, burada deməli, dinləmə bacarığından, sual vermək bacarığından, ümumiyyətlə sual verməkdən söhbət getmir. Burada sadəcə mətn verir, mətni müqayisə edəcəklər, informasiyanı müəyyənləşdirəcəklər, bir-birinə zidd olan informasiyanı müəyyənləşdirəcəklər, oxuyub anlama bacarıqları mütləq şəkildə lazımdır ki, şagirdlər həmin bu mətn üzərində müqayisə etmək, əsaslandırmaq, təhlil etmək, bir-birinə zidd olan informasiyanı müəyyənləşdirə bilsinlər. Müəllimin şagirdlərdə informasiyanı ümumiləşdirmək və qruplaşdırmaq bacarığı formalaşdırır. Bəli, baxın, burada bir-birinə zidd olan informasiyanı müəyyənləşdirməkdir, doğru olanı seçməkdir. Baxın, bunların hamısı ümumiləşdirmək və qruplaşdırmaq bacarığıdır. Bu da konseptual bilikdir. Konseptual bilik, belə deyək də, tələb edir. 3 də doğrudur. 4-də qeyd olunur ki, müəllimin meyarı əvvəlcədən elan etməsi şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına və özünü qiymətləndirmə bacarığının formalaşmasına xidmət edir. Bəli, bu da tamamilə doğru fikirdir. Deməli, müəllim meyarı əvvəlcədən ona görə təqdim etməlidir ki, baxın müəllimlər, təlim nəticəsini, bir də qiymətləndirmə meyarlarını yadınızda saxlayın. Təlim nəticəsi ilə qiymətləndirmə meyarları şagirdlərə əvvəlcədən təqdim olunmalıdır. Çünki əvvəlcədən təqdim etməsi şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına, özünü qiymətləndirmə bacarığının formalaşmasına xidmət edir. Şagirdlərə bu barədə köməklik göstərir. 5-də qeyd olunur ki, qiymətləndirmə meyarları idrak taksonomiyasının dəyərləndirmə mərhələsini ölçür. Müqayisə etməkdir, etibarlı mənbələrdən işləməkdir, əsaslandırmadır. Bu, yəni dəyərləndirmə mərhələsini yox, müqayisə etmək, təhlil etmək mərhələsində ölçür, anlamaq mərhələsində ölçür, müqayisə etmək, anlamaq mərhələsidir, təhlil etmək mərhələsidir, ən doğru olanı seçmək, baxın, burada təhlil etmək mərhələsi də var, əsaslandırmaq, yəni burada təhlil etmək mərhələsinə də aiddir, dəyərləndirmək mərhələsinə də aiddir. Yəni bunu tək dəyərləndirməyə aid etmək olmaz. Deməli, 5 yanlışdır. Cavab olacaq 1, 3, 4, C variantı. 23-ə baxırıq. Müəllim şagirdlərə təbiəti qorumaq nə üçün vacibdir mövzusunda mühakimə xarakterli esse yazmağı tapşırır. Müəllim qiymətləndirmə meyarlarını şagirdlərə təqdim edir. Münasibət bildirmək, əsaslandırmaq. Burada münasibət bildirmək və əsaslandırmaq feillərindən görürük ki, bu dəyərləndirmə mərhələsi olacaq və eyni zamanda burada qeyd olunur ki, doğru olanları müəyyənləşdirək. Deməli, müəllimlər, burada qeyd olunur ki, müəllimin məqsədi mövzunu anlama dərəcəsini yoxlamaqdır. Xeyr, burada anlama dərəcəsini yoxlamaqla bağlı bir belə deyək də, nüans yoxdur. Bir də bir situasiya yoxdur. Bir yanlışdır.
İkidə qeyd olunur ki, müəllim şagirdlərin öz fikirlərini dəlillərlə dəstəkləmələrinə imkan yaradır. Bu hansı təfəkkürü inkişaf etdirir? Tənqidi təfəkkürü inkişaf etdirir. Yəni burada yazılan feillər dəyərləndirmək mərhələsinə aiddir. Təfəkkür olaraq isə tənqidi təfəkkürü inkişaf etdirir. Öz fikirlərini dəlillərlə dəstəkləmək deyəndə tənqidi təfəkkürü nəzərdə tutur. Ona görə C doğrudur. 3də qeyd olunur ki, müəllimin məqsədi şagirdə yaradıcı təfəkkürün formalaşdırmasına şərait yaratmaqdır. Burada yaradıcı bir məqam görmürük və eyni zamanda burada bir yaradıcı təfəkkürün formalaşmasına aid bir məqam görmürük. 4də qeyd olunur ki, müəllim şagirdlərdə informasiyanı araşdırmaq, ümumiləşdirmək bacarığını formalaşdırıb. Bəli, tamamilə doğrudur. Baxın, burada deyir ki, təbiəti qorumaq nə üçün vacibdir mövzusunda mühakimə xarakterli essay yazmağı tapşırır. Bəli, burada da informasiyanı araşdırmaq, ümumiləşdirmək bacarığını formalaşdırmış olur. Cavabımız olacaq 2 və 4 C variantı. C variantı bizim cavabımızdır. Sonra 24-də baxırıq, dərsin məqsədi spesifik olmalıdır deyilənə nəzərdə tutulur. Təbii ki, spesifik dedim ki, dəqiq, düzgün, aydın olmaq deməkdir. Cavabımız olacaq D variantı. 25-ə baxırıq, müəllim şagirdlərə eyni mövzu üzrə hazırlanmış 3 müxtəlif mənbə, ensiklopedik mətin, xəbər saytından məqalə və blog yazısı təqdim edir. Müəllim qiymətləndirmə üçün aşağıdakı meyarları əvvəlcədən şagirdlərə təqdim edir. Məlumatların müqayisəli təhlili, mənbənin etibarlılığının dəyərləndirilməsi, arqumentləndirilmiş nəticə. Müəllimin məqsədi ilə bağlı hansı fikir doğrudur deyir. Baxın müəllimlər, burada müəllim şagirdlərə müxtəlif mənbələrdə təqdim olunan məlumatlığın etibarlılığını müqayisə edərək arqumentləşdirilmiş mövqe formalaşdırmasını hədəfləyir, doğrudur. Birdə verilən fikir doğrudur. Çünki burada qeyd olunur ki, belə deyim, müxtəlif mənbələrdə təqdim olan məlumatların etibarlılığını müqayisə edərək, baxın, burada mənbələrin etibarlılığının dəyərləndirilməsi və eyni zamanda müxtəlif mənbə ensiklopediyasıdır, xəbər saytıdır, məqalə, blog yazısı, baxın, bunlardan istifadə edir. Və şagirdlər bundan istifadə edir. Ona görə müəllim şagirdlərin müxtəlif mənbələrdən təqdim olunan məlumatların etibarlılığını müqayisə edərək arqumentləşdirilmiş mövqe formalaşdırmasını hədəfləyir, doğru fikirdir. 2də qeyd olunur ki, tapşırıq şagirdlərin fərqli tipli mətnlərlə deməli tanış olmasını və bu mətnlərin əldə etdikləri məlumatların ümumi təsəvvür formalaşdırmaq üçün istifadə etməsi nəzərdə tutulur. Xeyr, burada belə bir şey yoxdur. Burada sadəcə belə deyim də müxtəlif mənbələrdən istifadə etməklə belə deyim də mövzu üzrə, baxın, burada qeyd olunur ki, müəllim şagirdlərə eyni mövzu üzrə hazırlanmış 3 müxtəlif mənbə, ensiklopedik mətin, xəbər saytında məqalə, blog yazısı təqdim edir. Müəllim qiymətləndirmə üçün aşağıdakı meyarları əvvəlcədən şagirdlərə təqdim edir ki, yəni təhlil edəcəklər, deməli mənbənin etibarlılığını dəyərləndirəcəklər və arqumentləşdirilmiş nəticəyə gələcəklər. Yəni burada belə deyim də fərqli tipli mətnlərlə tanış olması və bu mətnlərdə əldə etdikləri məlumatın ümumi təsəvvür formalaşdırmaq üçün nəzərdə tutulmur. Sadəcə təhlil aparılır, dəyərləndirir, nəticə çıxarır. Ona görə ki, də verilmiş fikir yanlışdır. Müəllim faktlara əsaslanan seçim etmə və qərarın əsaslandırma bacarığının formalaşması, deməli, qərarın əsaslandırma bacarığının formalaşmasına şərait yaradır. Bəli, doğrudur. Faktlarla əsaslanan seçmə, bəli, burada deyir ki, blog yazısı təqdim edir, sonra mənbənin etibarlılığının dəyərləndirilməsidir. Baxın, fikir verirsiniz, bu artıq mənbənin etibarlılığının dəyərləndirilməsi faktlarla əsaslanma deməkdir. Ona görə 3 doğrudur. 4də qeyd olunur ki, qiymətləndirmə meyarlarının əvvəlcədən təqdim olması şagirdlərin tapşırığı icra prosesinin planlaşdırılmasına və nəticənin şuurlu şəkildə dəyərləndirməsinə imkan verir. Bəli, məhz buna görə də biz qiymətləndirmə meyarlarını əvvəlcədən şagirdlərə təqdim etməliyik. 4də doğru fikirdir. 1, 3, 4 mənim cavabım da cavab olacaq C variantı. 5də qeyd olunur ki, tapşırığın əsas vurğusu məlumatların dəyərləndirilmədən təqdim olunması və mənbələrin məzmun baxımından xatırlanmasıdır. Fikir verirsiniz, dəyərləndirmədən deyir. Burada qeyd olunur ki, şərtdə, situasiyada qeyd olunur ki, müəllim meyarlarda belə bir meyar təqdim edir ki, mənbənin etibarlılığının dəyərləndirilməsi. Burada qeyd olunur ki, dəyərləndirmədən təqdim olunması yanlış bir fikirdir.
Sonra 26-ya baxırıq. Gündəlik planlama zamanı formativ qiymətləndirmə əsasən nəyə xidmət edir? Təbii ki, gündəlik planlama zamanı formativ qiymətləndirmə təlim nəticəsinin reallaşmasına xidmət edir. Həm qiymətləndirmə, həm iş öyrənmə fəaliyyətləri, yəni iş üsulları, iş formaları, inteqrasiya, hətta ev tapşırığının özü belə nəyə xidmət edir? Təlim nəticəsinin reallaşmasına xidmət edir. Bu qaydanı yadınızda saxlayın müəllimlər. 26-da B variantıdır. 27-yə baxırıq. Təlim nəticəsi ölçülə bilən olmalıdır deyəndə nə nəzərdə tutulur? Bilik və fəaliyyətin qiymətləndirilməsi mümkünlüyü. Ölçülə bilən, ölçü sözünü harda gördünüzsə, bilin ki, qiymətləndirmədən söhbət gedir. Ölçülə bilən, ölçməsi, müxtəlif belə deyək də, nə dərəcədə ölçməsi, şagirdlərin əldə etdiyi biliyin nə dərəcədə ölçülməsi, bu tipli situasiyalar görəndə bilin ki, sizdən qiymətləndirməni deyir. Ölçmə sözü, ümumiyyətlə ölçü sözü qiymətləndirmə deməkdir. Cavabımız olacaq 27-də C variantı. 29-da qeyd olunur ki, müəllim dərsin sonunda şagirdlərdən tapşırığı necə yerinə yetirdiklərini soruşur. Lakin bu müzakirə konkret meyarlara əsaslanmır və şagirdlər cavabları səthi qalır. Şagirdlərin cavabları səthi qalır. Bu situasiyada müəllimin daha peşəkar planlaşdırmada addımı hansı? Olardı? Bəli, burada qeyd olunur ki, müəllim belə deyək də, tapşırığı necə yerinə yetirdiklərini soruşur, lakin müzakirə konkret meyarlara əsaslanmır. Yəni burada müəllim hansı səhvə yol verir? Burada müəllim refleksiya mərhələsini keçirmir. Yəni refleksiya mərhələsi üçün baxın, A variantında qeyd olunur ki, refleksiya üçün ayrılan vaxtı artıraraq şagirdlərin cavablarını genişləndirməyə çalışmaq. Xeyr. Burada ayrılan vaxtı artıraraq deyil. Sadəcə refleksiya üçün meyarlar tərtib etməyib müəllim. Aydındırmı? Əvvəlcədən meyarlar tərtib olunmayıbdır burada. Və eyni zamanda meyarlara əsasən də, yəni refleksiyada meyarlar olur ki, şagirdlər bu meyarlar əsasında özünü qiymətləndirmə və yoldaş qiymətləndirmədən istifadə edirlər. Özünü qiymətləndirmə bacarığı formalaşır refleksiya sayəsində. Ancaq burada nə görürük biz? Biz burada səthi cavablar görürük. Yəni burada tam refleksiyanın tam formalaşmasını görmürük. Ona görə A variantı doğru deyil. B variantında şagirdlərin cavabını müəllim izah ilə tamamlayaraq düzgün yanaşma nümayiş etdirmək. Xeyr. Şagirdlərin ixtiyarına buraxmalıyıq biz bunu və refleksiya mərhələsini düzgün keçirməliyik. C variantında qeyd olunur ki, refleksiya mərhələsi üçün əvvəlcədən müəyyənləşdirilmiş meyarlara əsaslanan özünü qiymətləndirmə və yönləndirici suallar vermək, bəli, lazımdır ki, əvvəlcədən düzgün meyarlar planlamalıyıq və bu meyarlara əsaslanaraq özünü qiymətləndirmə və yönləndirici suallar verməliyik. C variantı bizim doğru cavabımızdır. D-da qeyd olunur ki, refleksiya fəaliyyətini növbəti dərsə keçirmək. Xeyr, tamamilə yanlış bir fikirdir. Refleksiya mərhələsini növbəti dərsə saxlamaq olmaz qəti şəkildə. E variantında qeyd olunur ki, müzakirənin daha fəal şagirdlərin cavabları üzərində ümumi nəticə çıxarmaq tamamilə yanlış bir fikirdir. Cavabımız olacaq 29-da C variantı. 30-da qeyd olunur ki, gündəlik planlaşdırmanın əsas hissələrinə aiddir. Dərsin məqsədi formativ qiymətləndirmə, yəni dərsin məqsədi qiymətləndirmə və öyrənmə fəaliyyətləri. Öyrənmə fəaliyyətləri hansılardır? Üsul və formalar. B variantı bizim cavabımızdır. 31-də qeyd olunur ki, müəllim biologiya dərsində zərərli vərdişlər adlı mövzunu tədris edir. Siqaretin insan orqanizminə təsirlərini araşdırmaq üçün müəllim onlara elmi məqalələr verir. Prosesin nəticəsində siqareti tərk etməyin yolları ilə bağlı müxtəlif bağlı təkliflər hazırlamalıdırlar şagirdlər. Siqareti tərk etməyin yolları ilə bağlı təkliflər hazırlamalıdırlar. Müəllim dərsin əvvəlində şagirdlərə qiymətləndirmə meyarlarını təqdim edir. Doğru mənbələrlə iş, məqsədə uyğun təklif hazırlamaq. Burada doğru olanı seçməliyik biz. Doğru olanı müəyyənləşdirmək lazımdır. Fikir versinizmi? Burada qeyd olunur ki, qiymətləndirmə meyarı idraki sahənin yuxarı təfəkkür səviyyəsini formalaşdırmasına xidmət edir. Bəli. Baxın, məqsədə uyğun təklif hazırlamaq. Bu yaradıcı mərhələdə artıq yaradıcılıq bir tələb edir. Burada artıq yaradıcılıq tələb edən bir prosesdir. Təkliflər hazırlayır. Ona görə də yuxarı təfəkkür səviyyəsini inkişaf etdirir. Bir doğrudur. 2-də qeyd olunur ki, müəllim şagirdlərə şəxsi və sosial məsuliyyət dəyərini formalaşdırır. Bəli, şəxsi və sosial məsuliyyətin formalaşması
biz burada görürük. Çünki burada deyir ki, siqaretin insan orqanizmini təsirlərini araşdırmaq üçün müəllim onlara elmi məqalələr verir. Şəxsi və sosial məlumatlılıqda insanın sağlamlığı üçün strategiya qurmasıdır, sağlamlığına fikir verməsidir, özü haqqında öz strategiyasını qurmasıdır, karyerasını qurmasıdır, gələcəyini düşünməkdir, planlı şəkildə hərəkət etməsidir. Bunların hamısı şəxsi və sosial məsuliyyətə daxildir. Ona görə də 2-ni götürürük. 3-də qeyd olunur ki, müəllimin şagirdlərdə uyğun informasiyaları müəyyənləşdirmək, müəllimin şagirdlərdə uyğun informasiyaları müəyyənləşdirmək və ümumiləşdirmə bacarığını formalaşdırmaqdır. Bəli, tamamilə doğrudur. Deməli, doğru variantdır. 4-də qeyd olunur ki, müəllim müəyyən etdiyi meyarlar tapşırıqlara uyğun təşkil etmir. Tamamilə yanlışdır. Çünki doğru mənbələrlə iş aparılacaq və eyni zamanda məqsədə uyğun təkliflər hazırlayacaq. Tamamilə uyğundur. Prosesin nəticəsində siqareti tərk etmək yolları ilə bağlı təkliflər hazırlanacaq və bu təkliflər hazırlanması üçün də uyğun mənbələrlə iş aparılacaq. Və eyni zamanda bu yollar müxtəlifdir və burada fikir versinizmi? Burada təkliflər hazırlayacaq və burada meyarda məqsədə uyğun təkliflərin hazırlanmasıdır. Yəni tamamilə uyğundur. 4 ilə 5 gedir. Cavabımız 1, 2, 3-dır. Variantı olmuş olacaq. 32-yə baxırıq. Dərsin cari planlaşmasına aid olmayan fikri müəyyənləşdirin. 32-də qeyd olunur ki, A variantında dərsin məqsədini aydın şəkildə anlaşılacaq formada müəyyənləşdirmək tamamilə doğrudur. B variantında qeyd olunur ki, formativ qiymətləndirmə üsullarını müəyyənləşdirmək, bəli, üsul və formalarını müəyyənləşdirmək lazımdır və deməli planlaşdırmada, yəni cari planlaşdırmada qeyd olunmalıdır. Daha sonra qeyd olunur ki, nəzərdə tutulan fəaliyyətləri dəyişmədən istifadə etmək yol verilməz haldır. Baxın, burada deyir ki, nəzərdə tutulan fəaliyyətləri dəyişmədən istifadə etmək yol verilməz haldır. Yəni burada nə demək istəyir? Dəyişmədən istifadə etmək. Dəyişmək lazımdır deyir. Təbii ki, öyrənmə fəaliyyətləri, iş üsulları, iş formaları təlim nəticəsinə uyğun olmalıdır və hər zaman belə deyək də, dəyişmədən istifadə etmək yol verilməz haldır deyəndə, burada dəyişmədən istifadə edilə də bilər, yəni dəyişə də bilərik. Yeni ardıcıllıqla belə deyək də, dəyişikliklər planımıza dəyişiklik edə bilərik. Yəni ani məqamda elə bir şərait yaranar ki, biz sinifdə dəyişiklik edə bilərik. Məsəl üçün deyək ki, sinifə gəlmişik, görürük ki, sinifdə şagirdlərin hamısı gəlməyibdir. Deməli, yarısı gəlib. Biz qrupla iş keçirə bilmirik və ya da bütün siniflə iş keçirə bilmirik. Dəyişiklik edib cütlərlə iş eləyə bilərik, fərdi işdən istifadə edə bilərik. Yəni, dəyişiklik edə bilərik. Dəyişiklik edə bilərik və eyni zamanda belə deyim də, stabil olması, yəni bir qanun qayda olaraq yazılmayıbdır ki, yəni heç bir halda dəyişməz və yaxud da dəyişər. Yəni, dəyişiklik edə bilərik. C variantı yanlışdır. D-də qeyd olunur ki, dərs zamanı fəaliyyətləri müxtəlif öyrənmə tipinə sahib şagirdlər üçün uyğun təşkil etmək lazımdır. Bəli, diferensiyasiyanı gözləmək lazımdır. Tapşırıqları dərsin təlim nəticələrini və qiymətlənmə meyarlarına uyğun olmalıdır. Təbii ki, doğrudur. 33-cü test tapşırığına baxırıq. Təlim nəticəsi formalaşdırılan zaman müəyyən vaxt müddəti nəzərə alınmalıdır deyəndə nə nəzərdə tutulur? Və eyni zamanda burada qeyd olunur ki, deməli, məqsədin hansı müddətə əldə olunacağı düzgün müəyyənləşdirməlidir. Bəli, 45 dəqiqə ərzində biz bunu yekunlaşdırmalıyıq. Yəni, 45 dəqiqə ərzində bunu reallaşdırmalıyıq. Cavabımız olacaq 33-də C variantı. 34-cü test tapşırığında qeyd olunur ki, təlim nəticəsi formalaşdırılan zaman real imkanlar nəzərə alınmalıdır deyəndə nə nəzərdə tutulur? Təbii ki, real imkanlar deyəndə resurslar nəzərdə tutulur. Mövcud resursların nəzərə alınaraq tərtib olunması C variantı. 35-də qeyd olunur ki, müəllim dərs üçün aşağıdakı təlim nəticəsini müəyyənləşdirir. Şagirdlər iki fərqli mənbədən əldə olunan məlumatları müqayisə edir, daha əsaslandırılmış mövqeyini arqumentlərlə izah edir, lakin qiymətləndirmə mərhələsində müəllim mətni səlis oxur və terminləri düzgün tələffüz edir, meyarlarından istifadə edir. Fikir versinizmi? Qiymətləndirməni təlim nəticəsinə uyğun keçirmir. Qiymətləndirmə təlim nəticəsinə uyğun, təlim nəticəsində göstərilən bilik və bacarıqlar əsasında müəyyənləşdirilməlidir. Deməli, A variantda qeyd olunur ki, təlim nəticəsi dəyişərək diqqətli oxu və texnikası xeyr. Qiymətləndirmə dəyişib təlim nəticəsinə uyğun olmalıdır.
Qiymətləndirməni biz təlim nəticəsinə uyğun keçirməliyik. Qiymətləndirmə meyarlarını müqayisə, əsaslandırma və arqumentasiya bacarıqlarına uyğun şəkildə yenidən formalaşdırmaq lazımdır. Bəli, B variantı mənim cavabımdır. Çünki təlim nəticəsində fikir versiniz, məlumatları müqayisə edir, əsaslandırır, arqumentlərlə izah edir. Amma qiymətləndirmədə nə deyir? Qiymətləndirmə səlis oxu və düzgün tələffüz üzrə aparılır. Görürsünüz, artıq belə deyək də, təlim nəticəsində verilən bilik və bacarıqları dəstəkləmir. Çünki təlim nəticəsinə uyğun tərtib olunmuyubdur qiymətləndirmə. Təlim nəticəsinə uyğun aparılmır. Ona görə də qiymətləndirmə təlim nəticəsinə uyğunlaşmalıdır. B variantı bizim cavabımızdır. C variantında qeyd olunur ki, mövcud meyarları saxlayaraq qiymətləndirməni müəllimin ümumi müşahidəsinə əsaslandırmalıdır. Xeyr, tamamilə yanlış bir fikirdir. D variantında qeyd olunur ki, qiymətləndirməni arxa plana keçirib fəaliyyətin icrasına fokuslanmalıdır. Tamamilə yanlış bir fikirdir. Qiymətləndirmə meyarlarının sayını artıraraq belə bir şey yol verilməzdir. 36-da qeyd olunur ki, gündəlik planlama ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır? Cari planlama dərsin məqsəd və gözlənilən nəticələrin konkret dərs üçün aydın şəkildə müəyyənləşdirilməsini təmin edir. Bəli, tamamilə doğrudur, aydın şəkildə olmalıdır. B variantında qeyd olunur ki, cari planlama zamanı seçilən metod və üsullar dərsin məqsədi ilə yanaşı sinifin səviyyəsinə və mövzunun xüsusiyyətlərinə uyğunlaşdırıla bilər. Tamamilə doğrudur. C variantında qeyd olunur ki, deməli, cari planlama müəllimə dərs prosesinin vaxt bölgüsünü əvvəlcədən nəzərdə tutmağa və dərsin mərhələlərini ardıcıl qurmağa imkan verir. Bəli, doğrudur. D variantında qeyd olunur ki, cari planlama gündəlik planlama deməkdir. Cari planlama daha çox əvvəlcədən müəyyənləşdirilmiş fəaliyyətin ardıcıllığına əsaslanır və dərsin gedişində bu ardıcıllığın saxlanılması planın effektivliyinin göstəricisi hesab olunur. Xeyr. Dərs zamanı həmin ardıcıllıqlar dəyişə də bilər. Ona görə də D variantı yanlış fikirdir. E variantında qeyd olunur ki, cari planlama qiymətləndirmə vasitələrinin və tapşırıqların dərsin məqsədinə, baxın, qiymətləndirmə və tapşırıq dərsin məqsədinə uyğun olmalıdır. Doğru fikirdir. 37-yə baxırıq. Hansı fikir yanlışdır? 37-də qeyd olunur ki, qiymətləndirmə meyarı müəllimə effektiv əks-əlaqə qurmağa şərait yaradır. Qiymətləndirmə meyarı müəllimə effektiv əks-əlaqə qurmağa şərait yaradır. Tamamilə doğrudur. Deməli, təlim nəticəsinin dərsin əvvəlində şagirdlərə elan edilməsi onun dərs ərzində nə öyrənəcəyini aydınlıq gətirir. Bəli, mütləq şəkildə əvvəlcədən təlim nəticəsi şagirdlərə elan edilməlidir. C variantında qeyd olunur ki, qiymətləndirmə meyarları təlim nəticələri ilə deyil, ümumi bacarıqlarla bağlı olmalıdır. Tamamilə yanlış bir fikirdir. Çünki təlim nəticəsinə uyğun olmalıdır. C variantı yanlışdır. D variantında qeyd olunur ki, alt standart şagirdlərin bilik və bacarıqlarına qoyulan dövlət tələbidir. Tamamilə doğrudur. Alt standartdakı bacarıq bir neçə dərsə formalaşdırıla bilər. Bəli. Alt standartdakı bacarıq bir neçə dərsə formalaşdırıla bilər. Ancaq növbəti tədris ilinə saxlayım, növbəti tədris ilində, yəni bu tədris ilinə reallaşmaca gələn tədris ili üçün falan, yəni belə bir şey ola bilməz. Sadəcə bir neçə dərsə formalaşdırıla bilər alt standartdakı bacarıq. Çünki məsələn, deyək ki, elə dərslər var ki, onlar 2 saat, 3 saatdır da, düzdür. 2 saat, 3 saat olur və eyni zamanda biz həmin o alt standartla bağlı verilən, həmin dərslə, mövzu ilə bağlı verilən alt standartda say olaraq çoxluq təşkil edir. Və o dərs ərzində biz onu reallaşdıra bilmirik. Yəni 3 dənə alt standartı reallaşdıra bilmirik və bu dərsdə 3 saat keçirilməlidir. Proqramda 3 saat verilir, 3 saat keçirilməlidir. Ona görə də bir neçə dərs ərzində həyata keçirilə, reallaşdırıla bilər. Problem yoxdur. 38-də qeyd olunur ki, hansı fikir yanlışdır? Bir dərs üçün müəllim nə qədər çox təlim nəticəsi müəyyənləşdirərsə, dərs o qədər keyfiyyətli olar. Tamamilə yanlış bir fikirdir. Az öncə mən qeyd etdim ki, reallaşdıra biləcəyimiz qədər, 45 dəqiqə ərzində reallaşdıra biləcəyimiz qədər təlim nəticəsini belə deyək də yazmalıyıq. Təlim nəticəsi çıxarılmalıdır. Alt standartdan müəyyənləşdirilməlidir. Reallaşdıra biləcəyimiz qədər. Maksimum 3, asan dərs olarsa 3 təlim nəticəsində reallaşdıra bilərik. Çətin dərs olarsa 1 və ya 2 təlim nəticəsi. Yəni, reallaşdıra biləcəyimiz qədər 45 dəqiqə ərzində onu həyata keçirə biləcəksə, 3 dənəsini, maksimum 3 dənə təlim nəticəsi reallaşdıra bilərsiniz. B variantda qeyd olunur ki, bir alt standartın reallaşması yalnız həmin tədris ili ərzində mümkündür. Bəli, mən az öncə, baxın müəllimlər, mən 37-ci tapşırığı izah eləyəndə qeyd etdim ki,
alt standartdakı bacarıqlar bir neçə dərsə formalaşdırıla bilər. O indi saatla bağlıdır. Məsəl üçün bir dərs əgər 2 saata əhatə edirsə, biz onu 2 saat keçəcəyiksə, proqramda 2 saat verilibsə, 3 saat verilibsə, onu və yaxud da təkrar mövzu olaraq veribsə, biz onu bir neçə dərsə formalaşdıra bilərik. Ancaq gələn ilə, növbəti ilə saxlamaq mümkün deyil. Çünki belə deyim də, həmin alt standart həmin il üçün nəzərdə tutulmuşdur. İldən ilə dəyişir, hər il dəyişir. Bəs nəyə görə biz deyirik ki, alt standart hər il dəyişir, sinifdən sinifə keçdikcə dəyişir? O bizi dayanıb orada gözləmir. Yəni reallaşdırdın, reallaşdırmadın. O dəyişməlidir. Hər il dəyişir, sinifdən sinifə keçdikcə. Deməli, B-də alt standartın reallaşması yalnız həmin tədris ili ərzində mümkündür. Doğrudur. Bir alt standartdan onu reallaşdıracaq qədər təlim nəticəsi müəyyənləşdirə bilərik. Tamamilə doğrudur. Vaxt nəzərə alınmalıdır. Smart dərsin təlim nəticələrini müəyyənləşdirməyə kömək edən texnika da doğrudur. Təlim nəticəsi spesifik olanda ona nail olmaq daha rahat olur. Tamamilə doğrudur. Aydın, düzgün, dəqiq olanda ona nail olmaq rahat olur. 39-da qeyd olunur ki, biri dərsin planlaşdırılmasına aid deyil. Dərsin sonunda şagirdlərin hansı bilik və bacarıqlara sahib olacaqları müəyyənləşdirilməlidir. Bu təlim nəticəsidir. Yəni planlaşdırmada bu var. Qeyd olunur. B variantında qeyd olunur ki, formativ qiymətləndirmənin üsullarını müəyyənləşdirməsi tamamilə doğrudur. Var. Yəni gündəlik planlaşdırmada qeyd olunur. Hansı resurslardan istifadə edəcəyimiz resurslar da var. Həm illikdə var, həm də gündəlikdə var. Şagirdlərlə qurulacaq əks əlaqənin öncədən müəyyənləşdirilməsi. Xeyr. Şagirdlərlə qurulacaq əks əlaqənin öncədən müəyyənləşdirilməsi deyil. Sadəcə qiymətləndirmə meyarları var ki, həmin biz qiymətləndirmə meyarlarını həyata keçirəndən sonra, qiymətləndirməni həyata keçirəndən sonra şagirdlə effektiv əks əlaqə qura bilirik. Şagirdlərdə özünü qiymətləndirməni formalaşdıra bilirik. Özünü qiymətləndirmə, yoldaş qiymətləndirmə bunları formalaşdıra bilirik. Ancaq belə deyək də, qiymətləndirmə meyarlarından sonra, qiymətləndirmə həyata keçirəndən sonra bu baş verir. Amma biz öncədən planlaya bilmərik ki, əks əlaqəni necə quracağam, hansı şagirdlə necə rəy verəcəm, necə fikir bildirəcəm. Bunu öncədən qura bilmərik. Ona görə D variantı yanlışdır. E-də qeyd olunur ki, tapşırıqlar hazırlayarkən idraki sahənin feillərindən istifadə edilir. Bəli, Bloom taksonomisinin feillərindən, sadədən mürəkkəbə doğru olan feillərindən istifadə edilir. 40-da qeyd olunur ki, biri gündəlik geriyə planlamanın, belə desə, gündəlik geriyə planlamanın hazırlanması prinsipinə aid deyil. Şagirdlərin əldə etməli olduqları bilik və bacarıqların sonda müəyyənləşdirilməsi. Baxın, elə səhv bax buradadır. Sonda yox. Harda olmalıdır müəllimlər? Bilik və bacarıqlar nə vaxt hazırlanmalıdır, müəyyənləşməlidir? Əvvəlcədən. Təlim nəticəsi nə vaxt müəyyənləşir? Əvvəlcədən. Şagirdlərin əldə etməli olduğu bilik və bacarıqları əvvəlcədən müəyyənləşir. Məhz elə buna görə də geriyə planlama strategiyası deyilir buna. Əvvəlcədən. Çünki sonda olunan nəticəni o sonda olmalıdır. Biz onu əvvəlcədən müəyyənləşdiririk. Yəni sondan əvvələ doğru gəlirik. Sonra deməli birinci təlim nəticəsi, ikinci qiymətləndirmə, sonra öyrənmə fəaliyyətləri. Amma əslində necə olmalıdır? Öyrənmə fəaliyyətləri, qiymətləndirmə, təlim nəticəsi. Amma biz sondan əvvələ doğru gəlirik. Birinci təlim nəticəsini müəyyənləşdiririk. Təlim nəticəsi də şagirdlərin sonda əldə etməli olduğu bilik və bacarıqların əvvəlcədən müəyyənləşdirilməsidir. Ona görə də A variantı yanlış fikirdir. Nəticələrə çatmaq üçün uyğun fəaliyyətlər seçilir. Bəli. Və təlim nəticələrinə uyğun seçilir öyrənmə fəaliyyətləri, yəni üsul və formalar. C-də qeyd olunur ki, qiymətləndirmənin əsas məqsədi təlim nəticəsinə çatmaqdır. Bəli, zaten qiymətləndirmədir, ev tapşırığıdır, iş üsulları, iş formaları, inteqrasiyadır. Bunlar nəyə xidmət edir? Təlim nəticəsinin reallaşmasına xidmət edir. Geriyə planlamada məqsədə uyğun fəaliyyətlər müəyyənləşdirilir. Bəli, doğrudur. Reallaşdırılması nəzərdə tutulan alt standart müəyyənləşdirilir. Bəli, geriyə planlamada, ümumiyyətlə planlaşdırmada, gündəlik planlaşdırmada alt standart qeyd olunur və təlim nəticəsi də alt standartdan çıxarılır. Təkmilləşdirilmiş kurikuluma əsasən deyə bilərik ki, alt standartın özü dəqiq, düzgün, aydın olduğu üçün alt standartın özündə təlim nəticəsi kimi götürə bilərik.